Bölüm 15. İblis insan cildində. Heç şeytanla qarşılaşmısanmı? Bəlkə də qarşılaşmısan, lakin tanımamısan. Çünki o sənin gözlədiyin tərzdə deyildi. İmam Cəfər Sadiq əleyhissalam buyurmuşdur: Beləliklə Allah iblisin üsyanından cəhənnəm ateşini yaratdı. Onun zürriyyətinin üsyanından isə məsxi yaratdı. Belə ki, iblis məsxə baxdı və bu nədir dedi. Allah buyurdu: Sən və zürriyyətin hər növ və cinsdə bunların içinə girəcəksiniz. Onların içində kəsiləcək, miniləcək, yeyiləcək və içiləcəksiniz. Sonra Allah iblisə və nəslinə bədən geyindirdi. Eyni ilə Adəmə və nəslinə bədən geyindirdiyi kimi. Bu şəkildə onlar insanlara bənzədilər və bədən geyindikləri zaman məsxləri gizli oldu. Ola bilsin, bir nəfər səninlə insani bir bədəndə görüşər. Sən də onun insan olduğunu düşünərsən. Lakin o, həqiqətdə meymun, donuz, it, yaxud da ayı olar. Bu minvalla onlar insanlara bənzəyərlər. Və odur ki, kafirlər inkarnasiya formalarında, yəni insani bədənlərdə olduqları müddətcə, möminlər onlardan ayırt edilə bilməyəcək. Onlar bu bədənlərə girdikləri zaman Adəm oğulları onların iblisin nəslindən olduqlarını bilmədilər və özləri kimi olduqlarını zənn etdilər. Həftül Şərif, Bab 10. Bu aləmdə zahiri görünüşlər aldadıcıdır. Qarşındakı bədəndə yerləşənin kim və ya nə olduğunu heç vaxt bilə bilmirsən. Görünüşlər gözləntilər yaradır. Gözləntilər isə insanı kör edir. Nə qədər insan İmam Mehdi əleyhissalamın zührunun təkzib olunmaz olacağını gözləyir. Nə qədər insan şeytanı başına qara kapşon geyinmiş, kölgəli bir varlıq kimi təsəvvür edir. Nə qədər insan axır zamanda yaşadığımızı inkar edir. Baxmayaraq ki, əlamətlər hər yerdədir. Bir dəfə İmam Əli əleyhissalamdan axır zaman olduğunu necə ayırd etmək lazım olduğu barədə soruşuldu. Və o əleyhissalam aşağıdakı əlamətləri saydı. İnsanlar duanı unutduqda, əmanətə xəyanət ediləndə, yalan danışmaq halal sayılanda, sələm ictimailəşəndə, rüşvət yayılanda, hündür binalar inşa ediləndə, insanlar dinlərini dünyaya satanda, səfehlər güc sahibi olanda, qadınlarla məşvərət ediləndə, qohumluq əlaqələri kəsiləndə, insanlar nəfsi istəklərə uyanda və axirəti dünyaya dəyişəndə, canavar qəlblər qoyun dərisi geyəndə. Kəmaluddin və Təmamün Nimə 2-ci cild 47-ci səhifə. Məhəmməd Peyğəmbər də axır zaman haqqında belə buyurmuşdur: Kişilər kişilərlə, qadınlar da qadınlarla eyni ilə qadının öz əri ilə evləndiyi kimi evlənəcək. Muhammed Əli Təbətəbai İmam Mehdi əleyhissalamın zuhrundan əvvəl 250 əlamət kitabı, səhifə 101. Bunlar müasir dövrün mükəmməl təsviridir. Və əmin olun ki, dünya durduq yerə bu hala düşməyib. Yaradılışın əvvəlindən bəri şeytan bunlara zəmin hazırlamaqdadır. Bir zamanlar mömin kişi və qadınlardan ibarət gözəl bir cəmaat var idi. Onlar hər şeylərini paylaşır və bir-biriləri ilə mükəmməl bir harmoniya içində yaşayırdılar.
Rəvayətə görə onlar tarixdə yaradılmış ən xeyirli insanlardan idilər. Lakin bu belə davam etmədi. Günlərin bir günü yaraşıqlı bir cavan oğlan şəhərə girdi və onların həyatını əbədiyyən dəyişdi. Bu cavan oğlan iblisin özü idi. İmam Baqir əleyhissalam buyurub, Onların xeyir və fəzilətlərindən biri bu idi ki, bir iş dalınca gedəndə qadınları evdə qoyub hamısı birlikdə gedərdilər. Onlar qayıdan vaxt iblis də müntəzəm şəkildə ora gedər, onların zəhmətlərini hədər edərdi. Nəhayət onlar dedilər, bizə aid olan şeyləri məhv edən kimdirsə, gəlin onu tutaq. Beləcə, onu tutan da çox baxımlı və yaraşıqlı bir gənc olduğunu görüb dedilər, bizim varidatımızı hər dəfə məhv edən sən miydin? Beləliklə, qərara gəldilər ki, gecəni kişilərdən birinin evində qalsın. Səhər də onu öldürsünlər. Gecə, gənc nalə çəkib ağlamağa başladı. Evyəsi ondan nə baş verdiyini soruşdu. Gənc dedi, atam həmişə məni qarnının üstündə yatırdardı. Evyəsi də, yaxşı, gəl qarnımın üstündə yat dedi. O da gəlib evyəsinə sürtünməyə başladı. Nəhayət kişi başa düşdü ki, bu gənc onunla yaxınlıq etmək istəyir. Beləliklə, əvvəlcə iblis yaxınlıq etdi, ardınca da həmən kişi. Sonra o, gizlicə aradan çıxaraq qaçdı. Səhər, kişi cəmaata o gənc ilə nə etdiyi barədə xəbər verdi. Bu, onların xoşuna gəldi. Halbuki o gəncin kim olduğunu bilmirdilər. Bu minvalla onlar iblislə əlbir oldular. Nəticədə kişilər kişilərlə kifayətləndilər. Sonra yoldan keçən başqa kişiləri əsir alıb onlarla livat etdilər. Axırda insanlar onların şəhərindən uzaq durmağa başladılar. Beləliklə, onlar qadınları tərk edərək gənc kişilərlə yaxınlıq edirdilər. Bu, homoseksuallığın yarandığı Sodom və Gomorra şəhəri idi. Nəsillər sonra kişilər bu əməllərini sürdürdüklərində Allah xəbərdarlıq üçün onlara bir peyğəmbər göndərdi. O, Lut peyğəmbəri idi. Həmin dövrdə iblis Sodom və Gomorraya yenidən qayıtdı. Bu dəfə isə o gözəl bir qadın surətində gəlmişdi. Rəvayət bu cür davam edir. İblis kişiləri kişilərlə cinsi əlaqəyə girməyə sövq etməyə müvəffəq olduğunu gördükdə, bu dəfə qadınlara döndü və gözəl bir qadın surətinə büründü. Və Lut qövmünün qadınlarına dedi ki, sizin kişiləriniz bir-birləri ilə cinsi əlaqəyə girir. Qadınlar da elədir, öz gözümüzlə görmüşük dedilər. Lutun dəfələrlə nəsihət etməsinə baxmayaraq, iblis onları da təhrik etdi. Nəhayət, qadınlar da qadınlarla kifayətləndi. Nəhayət, höccət onlara tamamlandıqda, Allah Cəbraili, Mikaili və İsrafili gənc formasında oraya göndərdi. Lut bağda işləyirdi. Onlar onun yanından keçəndə, o onlardan soruşdu, hara getmək istəyirsiniz? Mən hələ ömrümdə sizin qədər yaraşıqlı gənclər görməmişəm. Onlar dedilər, Mövlamız bizi şəhərin ağasının yanına göndərir. Lut dedi, sizin ağanızın bu şəhərin cəmaatının nə etdiyindən xəbəri yoxdurmu? Oğlum, vallahi onlar kişilərlə cinsi əlaqəyə girirlər. O həddə ki, onlardan qan gəlir. Onlar hava qaralana qədər biz burada qalacağıq deyib oturdular. Lut qızını çağırıb onlar üçün çörək, su və hava soyuq olduğundan örtünmələri üçün bir şey gətirməyi tapşırdı. Qız gedən vaxt yağış başladı və Lut dedi, indi onlar gənc oğlanları dərəyə aparacaqlar. Qalxın gedək.
Lut divarların kənarı ilə Cəbrail, Mikail və İsrafil isə yolun ortası ilə gedirdilər. Lut bunu görüb dedi: "Oğlum, bura ilə gedin." Onlar dedilər: "Mövlamız bizə yolun ortası ilə getməyi əmr edib." İblis yoldan keçəndə balaca bir uşağı anasının qucağından alıb quyuya atdı və şəhər cəmaatı Lutun qapısına gəlib fəryad etməyə başladı. Onlar Lutun evində cavan oğlanlar olduğunu görüb dedilər ki: "Ey Lut, sən də bizim etdiyimizi etməyə başlamısan?" Lut dedi: "Bunlar mənim qonaqlarımdır. Onları utandırmayın." Cəmaat dedi: "Onlar 3 nəfərdir. Birini götür özünə, ikisini isə bizə ver." Lut qonaqları içəri apardı və dedi: "Kaş məni sizdən qoruyan bir ailəm olaydı." Onlar Lutun qapısını itəliyə-itəliyə qırdılar və Lutu yerə yıxdılar. Bu zaman Cəbrail: "Biz sənin Rəbbinin elçiləriyik. Onlar sənə əsla zərər yetirə bilməzlər," dedi. Sonra onlara tərəf dönüb üstlərinə qışqırdı və dedi: "Bu üzlər necə də çirkindir." Bütün şəhər əhli kör oldu. Lut dedi: "Ey Rəbbimin elçiləri, Rəbbim onlarla bağlı sizə nə əmr verib?" Onlar dedilər: "O bizə onları sehirlə ələ keçirməyi əmr etdi." O dedi: "Mənim sizdən bir xahişim var." Onlar: "Xahişin nədir?" dedilər. Lut dedi: "Onları elə indi əsir alın. Qorxuram ki, Allah onlar barədə fərmanını dəyişər." Elçilər dedi: "Onların vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi? Sənə gəldikdə ailəni götür və çıx get, arvadını isə arxada qoy." Əbu Cəfər əleyhissalam buyurub: Allah Luta mərhəmət eləsin. O evində olanların kimlər olduğunu bilsəydi, heç şübhəsiz qalib olduğunu bilərdi. Halbuki, kaş ki sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim, dedi. Yəni, evində Cəbraildən daha möhkəm bir dayaq istəyirdi. Odur ki, Allah Muhammed əleyhissalama belə buyurdu: Allahın əzabı zalimlardan uzaq deyil. Yəni sənin ümmətin Lut qövmünün etdiyini etsə, bu əzab onların zalimlarından da uzaq olmayacaq. Əllamə Kuleyni Əl-Kafi kitabı 5-ci cild, səhifə 544. Əgər homoseksuallıq iblisi məmnun edirsə, dünyanın bugünkü halından fərəh hissi duymalıdır. Bir neçə 10 illik bundan əvvəl gey həyat tərzi qadağan idi. İndi isə bu iri miqyasda bayram edilir. 21-ci əsrə qədər eyni cinsdən olanların evliliyi qanunsuz idi. İndi isə dünyanın 28 ölkəsində icazəlidir və bu say get-gedə artmaqdadır. Muhammed əleyhissalam xəbərdar etmişdi. Axır zamanda kişilər kişilərlə, qadınlar da qadınlarla kifayətlənəcək. Onlar gənclərə kölə qadınlar kimi həris olacaqlar. Kişilər özlərini qadınlara, qadınlar da kişilərə bənzədəcəklər. Muhammed Əli Təbətəbai 250 Əlamət kitabı, səhifə 91. Bu da müasir dəbdir. Son illərdə insanların cinsiyyəti bioloji cinsdən və ya cinsi orientasiyadan fərqli olaraq onların özlərini necə hiss etmələrinə və ya necə təqdim etmələrinə əsasən müəyyənləşdirilməyə başlayıb. Çünki cinsiyyət get-gedə daha dəyişkən olmağa başlayıb. İnsanlar get-gedə daha çox özlərini ikili olmayan, yəni nə aşkar şəkildə kişi, nə də aşkar şəkildə qadın olaraq qələmə alırlar. Bəs şeytanın bunlarla nə əlaqəsi?
Şeytanın simvolik bədənləşməsi olan Bafomet qoşa cinsiyyətlidir və onun kişi və qadın cinsiyyət üzvləri var. Bir halda ki, Bafomet həm kişi, həm qadındır. Daha doğrusu, nə kişi, nə qadındır. Əslində o başlıca transgender simvoludur. Media, xüsusilə də son 10 illikdə transgenderliyi pop mədəniyyətində ön plana çıxarıb. Şeytanın təsiri kifayət qədər aşkardır. Unutmayın ki, insanlara təsir etmək onun ən güclü bacarıqlarından biridir. Ən başından bəri şeytan bir-birinin ardınca günah əməllər yaymaq üçün bu dünyaya gəlmişdir. Axır zamanın əlamətlərinin hamısı ona işarə edir. Rəvayətə görə axır zaman yaxınlaşanda qətliam artacaq və qan tökülməsi xırda məsələ olacaq. Qətl insanlıq tarixinin erkən vaxtlarından, Qabilin öz doğma qardaşı Habili amansızca öldürməsindən bəri bu dünyanın bəlası olmuşdur. Bəs insanlıq tarixində ilk cinayətin də şeytanın təklifi olduğunu bilirdinizmi? Uzun bir hədisdə Əbu Abdullah əleyhissalam buyurmuşdur. Habilin qoyun sürüsü var idi və o ən yaxşı qoyunlarından ən ətli budlu olanını qurban etdi. Beləliklə, od Habilin qurbanını yedi, Qabilin qurbanını isə yemədi. Və İblis Qabilin yanına gedib dedi: "Ey Qabil, sənin başına gələn bu məsələ hələ heç nədir? Çünki sadəcə ikinizsiniz. Hər ikinizin övladları olub nəsliniz çoxaldığı vaxt, atanın ona verdiyi məqamdan və onun qurbanı qəbul edilərək səninki rədd edildiyindən dolayı onun nəsli sənin nəslinin qabağında qürrələnəcək. Amma sən onu öldürsən, atanın ona verdiyi məqamı sənə verməkdən başqa çarəsi qalmayacaq." Beləliklə, Qabil Habilə hücum çəkib onu öldürdü. Miharul Ənvar kitabı, cild 11, səhifə 227. İmam Əli əleyhissalam buyurmuşdur: Həsəd ruhun zindanıdır. Ğurərul Hikəm, səhifə 372. Həsəd insan təbiətinin bir parçasıdır və şeytan bunu çox gözəl bilir. Keçirdiyimiz bütün digər negativ hisslərlə yanaşı, həsəd hissi də iblisin düzəltdiyi bu bədənin özündən gəlir və o, bu zəifliklərlə əlindən gəldiyi qədər oyun qurur. Necə ki, Qabili öz qardaşına düşmən etmək üçün həsəddən istifadə etdi. O, Yusifin qardaşlarına təsir göstərmək üçün də bu hissdən istifadə etmişdi. İmam Muhammed Baqir əleyhissalam buyurub: Atəş odunu yandırdığı kimi, həsəd də imanı yandırır. Əl-Kafi kitabı, cild 2, səhifə 306, hədis 1. O, insanı şeytanın vəsvəsələrinə qarşı müdafiəsiz qoyar. Yusifin qardaşları öz həsədlərində boğulduqları vaxt iblis fürsəti əldən qaçırmadı və onlara bir vücudda göründü. Bədəni düzəldən onun necə işlədiyini və nə istədiyini də bilir. Onun bu elmi onu bizə qarşı güclü edir. Əzabların ən yüngülü, bədəni qida, su və yuxu kimi yüngül ehtiyaclardan məhrum etməkdir. Məsələn, döyüşdə əsir alınanları götürək. Başçı istəsə, əsiri uzun müddət yuxusuz qalmağa məcbur edər ki, onun iradəsini qırsın və o, öz məqsədinə xəyanət etsin. Bəlkə də bu üslubu şeytanın özü başladı. Günlərin bir günü iblis Hizgil Peyğəmbərə xüsusi maraq göstərməyə başladı. Rəvayətə görə iblis onu xətaya sövq etmək istədi. Və şeytanlara dedi ki, Hizgilin yanına gedin və onu təhrik edin ki, xəta etsin. Lakin onlar bunu bacarmadılar və iblis dedi ki, onu mənə həvalə edin.
Şeytan bilirdi ki, Hizgil gecələri yatmaq yerinə insanlara yardım etməklə və ibadətlə keçirir. Həmçinin səhərləri də insanlara yardım etməkdə keçirilir. Nəhayət, günorta vaxtlarında evə gəlib biraz yuxusunu alırdı. Bu onun hər gün yeganə istirahəti idi. İblis bunu fürsət bilib əlindən qaçırmadı. Hizgil yuxuya gedən kimi qapının döyüldüyünü eşitdi. Qapını açdı və iblisi kasıb qoca bir adam formasında gördü. Hizgil soruşdu, sən kimsən? İblis dedi, mən yaşlı bir adamam, bir ehtiyacımdan dolayı sənə gəlmişəm. Beləliklə, o özü ilə cəmaatı arasında olan anlaşılmayan və ixtilaflı şeylər haqqında və onların ona necə zülm etdiklərindən bəhs edərək boş-boş danışmağa başladı. O, söhbəti o qədər uzatdı ki, Hizgilin normalda öz cəmaatı ilə oturma vaxtı gəldi. Hizgil qocaya dedi ki, mən məhkəmə məclisinə gedəndə mənimlə gəl və əmin ol ki, sənin haqlarını sənə qaytarılacaq. Qoca getdi. Hizgil də yuxusuz qaldı. Növbəti gün məclis quruldu. Lakin qoca ortalıqda yox idi. Hizgil yuxusunu almaq üçün evə qayıtdı. Elə yatırdı ki, həmin qapı döyüntüsünü eşitdi. Hizgil qapını açdı və həmin qocanı gördü və ona dedi ki, yenə məhkəmə məclisinə gəlsin. Yenə yatmaq vaxtı keçdi və Hizgil məclisə gedib qocanı gözlədi. Lakin o yenə yox idi. O yorğun və yuxusuz idi. Belə ki, bəzi ailə üzvlərinə dedi ki, bu qapıya heç kimin yaxınlaşmasına izin verməyin. Yuxu məni basır. Hizgil elə yatmaq üzrə idi ki, qoca gəldi. Qapıda dayanan şəxs onu içəri girməyə qoymadı və iblis dedi, mən dünən onun yanına gəlib problemimi danışmışdım. O, elə bu saat mənə lazımdır. Qapıda dayanan şəxs dedi, bizə əmr edilib ki, heç kəsi onun yanına buraxmayaq. İblis onun inatkarlıq etdiyini görüb evə girməyin başqa yolunu axtarmağa başladı və bir deşik tapıb oradan evin içinə girdi və Hizgilin qapısını içəridən döydü. Hizgil oyandı və çöldə dayanan adama dedi, sənə demədimmi ki, heç kimi bura girməyə qoyma? Qapıda dayanan şəxs dedi, Allaha and olsun ki, heç kimi bura yaxınlaşmağa qoymamışıq. Yoxla gör hardan girib. Hizgil hər yeri yoxladı, lakin o qocanın girə biləcəyi bir yer tapmadı və başa düşdü ki, gələn iblis idi və dedi ki, sən Allahın düşməni iblisdən başqası deyilsən. İblis, doğrudur dedi. Hizgil dedi, bütün bunları niyə etdin? İblis dedi, mən bəzi şeytanlara səni xətaya salmalarını əmr etdim. Lakin heç biri bacarmadı. Axırda mən səni əsəbləşdirib səbrini tükətmək istədim ki, xətaya düşəsən. Bizim dünyavi ehtiyac və istəklərimiz şeytanın döyüş sursatı kimidir. Qur'an-ı Kərimdə belə buyurulur. Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Qur'an-ı Kərim 2-ci surə 268-ci ayə. O bilir ki, biz bəzi müəyyən şeylərdən məhrum olsaq, əziyyət çəkəcəyik. Digər yandan, o bizi karıxdırmaq üçün dünyəvi şeylərdən də artıqlaması ilə istifadə edə bilir. İblis bir dəfə vəftizçi Yahyanın yanına insan formasında gələrək bunun mexanizmini dəqiq izah etmişdi. Bu barədə İmam Cəfər Sadiq əleyhissalam nəql edir. İblis üzərində çoxlu əşya asmış halda Zəkəriyanın oğlu Yəhyaya göründü. Yəhya dedi, ey iblis, bu şeylər nədir üstündən sallanır? İblis dedi, bu mənim Adəm oğullarından gizlətdiyim istəklərdir. Yəhya dedi, onlardan mənə aid olan bir şey varmı? İblis dedi, bəlkə də doyunca yemək yeyib ağırlaşmısan, nəticədə dua və ya zikr etməyə ərinmisən? Vaftizçi Yəhya dedi, Allaha əhd edirəm ki, mən bir də mədəmi yeməklə doldurmayacağım. İblis dedi,
mən də Allaha əhd edirəm ki, bir də heç bir müsəlmana nəsihət verməyəcəyəm. İmam Cəfər Sadiq əleyhissalam davam edərək belə buyurdu: Ey Həfs, Cəfər və ailəsi də Allaha əhd edir ki, heç vaxt mədələrini yeməklə doldurmayacaqlar. Və Cəfər və ailəsi Allaha əhd edir ki, heç vaxt bu dünya üçün çalışmayacaqlar. Biharul Ənvar 60-cı cild səhifə 216. Səni əhatə edən bütün bu əyləncələrə heç diqqət yetirmisənmi? Günümüzün insanlığı yüksək dərəcədə çarıxdırılaraq qəflətə salınmışdır. Əyləncə hər yerdədir. Musiqinin səsi aləmi bürüyüb, yeməklər ürəyin istəyən qədərdir. İnsanlar rahatlıq axtarır və onu hər yerdə tapır. Bu aləm şeytanın xəyallarını yansıdır. Bundan əvvəl də dediyimiz kimi şeytan iddia edir ki, onun dini azadlıqdır. İstədiyini etmək azadlığı. O, insanların haram əməllər etməsini görməyi sevir. Salih birinin Allahın haram etdiyi şeyi etməsi onun üçün böyük bir zəfərdir və o, əvvəllər belə bir hadisəni təşkil etməyə çalışmışdı. Əbu Abdullah əleyhissalam buyurmuşdur: İsa əleyhissalam Şam ətrafında yerləşən Əriha adlı bir dağa qalxdı və iblis Fələstin hökmdarı formasında onun yanına gələrək dedi: Ey Allahın ruhu, sən ölüləri diriltdin, körləri və cüzamlıları sağaltdın, elə isə özünü bu dağdan at. İsa əleyhissalam buyurdu: Bayaq dediyin şeyləri etməyə mənə izin verilib, lakin özümü dağdan atmağa izin verilməyib. Əllamə Məclisi Biharul Ənvar kitabı cild 14 səhifə 271. Digər bir çox peyğəmbərlər və elçilər kimi şeytanın hilələri İsa'nı da yoldan çıxarmadı. Çünki insanın imanı nə qədər çox olursa, şeytanın hilələrinə qarşı qorunması da güclü olur. Lakin çox insan onun öhdəsindən gələ bilmir. Tarix boyu o, öz əmrlərini icra etdirmək üçün insanlara və qruplara təsir etməyə müvəffəq olmuşdur. Rəvayətə görə Zəkəriyya peyğəmbərin dövründə iblis Fələstində bir kişi formasında insanlar arasında dolaşaraq Məryəmi və Zəkəriyanı cəmaatın gözündən salırdı. Nəhayət insanlar Zəkəriyaya düşmən oldular. Hətta onu öldürməyə də hazır idilər. Əbu Abdullah əleyhissalam buyurub: Zəkəriya qorxdu və qaçıb bir ağaca sığındı. Ağac açıldı və dedi: Mənim içimə gir, ey Zəkəriya. Zəkəriya ağacın içinə girdi və onu axtaranlar tapa bilmədilər. Lakin iblis gedib onlara onun harada olduğunu bildirdi, çünki onu görmüşdü. Belə ki, onlara dedi: O, bu ağacın içindədir. Ağacı kəsib aralayın. Onlar bu ağaca sitayiş edirdilər. Odur ki, xeyr, biz bu ağacı kəsə bilmərik, dedilər. İblis inadından dönmədi. Axırda onlar ağacı da, Zəkəriyanı da kəsdilər. Biharul Ənvar kitabı cild 14 səhifə 181. İndiyədək ola bilsin ki, bir nüansa diqqət etmisiniz. İblis həmişə Allahın höccətinin yaxınlığında olur. Bu onun əsas narahatçılığı və ən böyük düşmənidir. Mikail əleyhissalam və Cəbrail əleyhissalam kimi iblis də hər dövrdə inkarnasiyadır. Və bütün bu həyatlarında Allahın xəlifələrinin həndəvərində olur. Bu o deməkdir ki, bizim ehtiram göstərdiyimiz bütün peyğəmbər və elçilər böyük ehtimalla şeytanla üzbəyüz gəlirlər.
İmam Cəfər Sadiq əleyhissalam nəql edir ki, Allah Rəsulu salavatullah buyurub: Bir gün Musa oturmuşdu. İblis ona yaxınlaşdı. O rəngli bir əba geyinmişdi. Musa'nın yanına çatanda əbasını çıxardı və onu salamlamaq üçün əlini uzatdı. Musa dedi: "Sən kimsən?" O dedi: "Mən iblisəm." Musa dedi: "Sən, Allah səni uzaq eləsin." İblis dedi: "Mən sadəcə sənə salam verməyə gəldim. Sənin Allah qatındakı yüksək mənzilindən dolayı." Musa dedi: "Bəs bu əba nədir belə?" İblis dedi: "Onunla mən Adəm oğullarının qəlblərini oğurlayıram." Musa dedi: "De görüm o hansı günahdır ki, Adəm oğlu onu işləsə, sən onu ələ keçirirsən?" İblis dedi: "Əgər o özünü bəyənsə, əməllərini böyük və günahlarını kiçik saysa." Üsul-i Kafi kitabı, cild 2, səhifə 314. Rəvayətə görə bir gün İblis Musa'nın yanına gəlib dedi: "Sən o kəssən ki, Allah Taala öz risalətini daşımaq üçün səni seçdi və səninlə rabitəsiz danışdı. Amma mən də Allahın məxluqlarından bir məxluqam. Mən sənin Rəbbinə tövbə etmək istəyirəm. Ondan tövbəmi qəbul etməsini dilə." Musa əleyhissalam bunu eşidib çox sevindi və Allaha yalvararaq o qədər dua etdi ki, haldan düşdü. Sonra dedi: "Ey Rəbbim, bu sənin məxluqlarından olan birisi, yəni iblisdir və o tövbə edərək səndən bağışlanma diləyir. Nə olar onu bağışla?" Allah Musaya dedi: "Ey Musa, o tövbə etmir." Musa dedi: "Ey Rəbbim, o səndən bağışlanma diləyir." Allah belə vəhy etdi: "Ey Musa, mən sənin diləyini qəbul etdim. Get ona əmr elə ki, Adəmin məzarına səcdə etsin. Mən də onun tövbəsini qəbul edim." Beləliklə, Musa sevincli halda qayıtdı və İblisə bu xəbəri çatdırdı. Lakin İblis qəzəblənərək təkəbbürləndi və dedi: "Mən Adəmə sağlığında səcdə etmədim. İndi ölüsünə mi səcdə edim?" Təəccüb edə bilərsiniz ki, İblis nə istəyir? O bu dünyaya insan formasında gələrək nə əldə etməyə çalışır? O, ibadət olunmaq istəyir. O, təriflənmək istəyir. İnsanların ona beyyət etmələrini və ən önəmlisi, xeyirlə şər arasında böyük bir müharibəni qazanmaq istəyir. Lakin o, bunu bacarmır. Odur ki, bunun əvəzinə doğru yoldan azdırmaq üçün əlindən gələni edir. Quran-ı Kərimdə şeytanın insanları azdırmaq üçün etdiyi əhd bizə çatdırılır. İblis dedi: "Sən məni yoldan çıxartdığına görə mən də sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükr edən görməyəcəksən." Quran-ı Kərim 7-ci surə 16-17-ci ayələr. Şeytan tarix boyu olduğu kimi bu gün də özünü tamamilə məqsədinə həsr edib. Nuh peyğəmbərin dövründə böyük tufan dünya əhalisinin çoxunu sular altında qoyduqdan sonra İblis yenə insan formasına düşərək Nuhun yanına gəldi və dedi: "Sən mənə böyük yaxşılıq etmisən. Məndən istə. Sənə istədiyin nəsihəti verim. Sənə qarşı heç bir hilə işlətməyəcəyəm." Nuh sükut etdi və heç bir sual soruşmadı.
Allah Taala Nuha vəhy etdi ki, ona elə suallar versin ki, öz dili ilə özünə qarşı dəlillər gətirsin. Beləliklə Nuh dedi, danış. İblis dedi, biz Adəm oğlunu hər xəsis, həris, paxıl, qəddar və ya tələsən görəndə onu çox asanlıqla ələ alırıq. Bu xüsusiyyətlərin hamısı bir nəfərdə cəm olanda isə biz onu dikbaş şeytan deyə çağırarıq. Nuh dedi, mənim sənə etdiyimi düşündüyün o yaxşılıq nədir bəs? İblis dedi, sən yer əhlinə bəddua etdin və onların hamısını dərhal cəhənnəmə yolladın. Beləliklə də mənim canımı onlarla məşğul olmaqdan qurtardın. Sən onlara bəddua etməsəydin, mən hələ uzun müddət onlara vaxtımı sərf etməli olacaqdım. Biharul Ənvar, cild 60, səhifə 250. İblis insanları doğru yoldan azdırmaqla bağlı əhdindən heç vaxt dönməyəcək. Və bunun nə demək olduğuna diqqət etməyimiz həqiqətən də önəmlidir. Şeytan böyük saxtakardır. O, insanlara səmimi şəkildə yaxınlaşaraq həqiqətdə kim olduğunu və nə plan qurduğunu demir. Əksinə, gizli mənalarla insanları azdırır. Gəlin bu sualı nəzərdən keçirək. İnsanları azdırmağın ən gözəl yolu nədir? Onlar haqq yoldan uzaq düşdükləri halda onları doğru yolda olduqlarına inandırmaq. Şeytanın müsəlmanlar üçün istədiyi də məhz bu idi. O, Məhəmməd Peyğəmbərin və İmam Əlinin zamanında inkarnasiya etmişdi. Bəlkə də gözləyirsiniz ki, o lənətullah onlarla yaxın əlaqədə olub. Faktiki olaraq Rəsulullah onun kim olduğunu bilirdi. Rəvayətə görə bir gün Məhəmməd Peyğəmbər salavatullah Əli ibn Əbu Talib əleyhissalam ilə birlikdə evin qapısının qabağında oturmuşdular. Yaşlı bir kişi yaxınlaşaraq Allah Rəsulunu salamladı və çıxıb getdi. Rəsulullah İmam Əlidən soruşdu, o qocanı tanıyırsan? İmam Əli buyurdu, tanımıram. Rəsulullah buyurdu, o iblisdir. İmam Əli buyurdu, bilsəydim qılıncımla onun boynunu vurub sənin ümmətini onun əlindən qurtarardım. İblis bunu eşidib İmam Əliyə yaxınlaşdı və dedi, mənə zülm etdin, ey Əbəl Həsən, Allah talanın buyurduğunu eşitməmisənmi? Onların mallarına və övladlarına şərik ol. Quran-ı Kərim 17-ci surə 64-cü ayə. Halbuki Allaha and olsun, mən səni sevən heç kimin anasına şərik olmamışam. Biharul Ənvar, cild 60, səhifə 216. Bu söhbət Adəmin nəslinin İblisin nəsli ilə insanı bədənlərdə qarışmasına gedib çıxır. Şeytanın sözü bu mənaya gəlir ki, kişi ilə qadın yaxınlıq edəndə o da bir şəkildə onlarla birlikdə olur. Və bu yaxınlaşmanın meyvəsi onun nəslinin insan toplumu arasında yayılmasına imkan verir. Lakin bu güclü söhbət İmam Əli əleyhissalamın o qocanı gördüyü son görüş deyildi. Məhəmməd Peyğəmbər salavatullahı ölümündən sonra onun ümməti dində kimin yolu göstərəcəyi və kimə beyyət edəcəkləri ilə bağlı ixtilafa düşdülər. Məhəmməd Peyğəmbər Əli ibn Əbu Talibi öz vəsiyyətində vəsisi elan etməsinə baxmayaraq, insanların əksəriyyəti onun yerinə Əbu Bəkri seçdilər. İnsanların çoxunun azğınlığa düşdüyü o tali yüklü gündə İblis də orada idi və çox sevincli idi. O, səbirsizliklə insanların Allahın onlar üçün seçdiyi xəlifəni rədd etmələrini gözləyirdi. Eyni ilə özünün ilk xəlifəni rədd etdiyi kimi. Həmin gün İmam Əli əleyhissalam Salmana dedi, ey Salman, Əbu Bəkir minbərə çıxanda ona ilk beyət edənin kim olduğunu bilirsənmi? Salman dedi, xeyr, lakin mən
əsasına söykənmiş və alnının ortası səcdədən qabar bağlamış çox yaşlı bir kişi gördü. O, hamından əvvəl minbərə yaxınlaşaraq təzim etdi, bağlayaraq dedi: Allaha həmd olsun ki, ölmədən əvvəl bu günü mənə göstərdi. Əlini uzat. Əbu Bəkir əlini uzatdı və o qoca ona beyət etdi. Sonra isə belə dedi: Bu gün necə də Adəmin gününə bənzəyir. Sonra o, minbərdən düşüb məscidi tərk etdi. İmam Əli əleyhissalam buyurdu: Ey Salman, onun kim olduğunu bilirsənmi? Salman dedi: Xeyr, amma onun danışığı mənim xoşuma gəlmədi. Sanki Rəsul-i Əkrəm salavatullahın kədərli ölümü onu məmnun etmişdi. İmam Əli əleyhissalam buyurdu: O, iblis idi, Allah ona lənət etsin. Allah Rəsulu məni Allahın əmri ilə Qədir Xumda öz vəsisi təyin etdiyi vaxt iblis və baş tərəfdarlarının da orada olduğunu mənə bildirdi. Və Rəsul-i Əkrəm əleyhissalam mənim hər kəsin mövlası olduğumu insanlara bildirdi. Və onlara əmr etdi ki, o mesajı Qədir Xumda olmayanlara çatdırsınlar. Belə ki, iblisin tərəfdarları gedib ona dedilər: Bu cəmaat mübarəkdir və yoldan çıxmaz. Artıq nə sənin, nə də bizim onları idarə etməyə gücümüz qalmadı. Çünki onların pənahgahlarının və Peyğəmbərdən sonraki rəhbərlərinin kim olduğu onlara deyildi. O an iblis kədərləndi və oranı tərk etdi. İmam Əli əleyhissalam buyurdu: Sonra Rəsulullah əleyhissalam mənə bildirdi ki, insanlar bizim haqqımız və xilafətimiz üstündə mübahisə saldıqları vaxt Bəni Səidənin kölgəsində Əbu Bəkrə beyət edəcəklər. Sonra məscidə gələcəklər və mənim minbərimdə Əbu Bəkrə ilk beyət edən şəxs iblis olacaq. O, bir qoca formasında gələcək və filan şeyləri deyəcək. Ondan sonra çölə çıxaraq şeytanlardan və iblislərdən olan tərəfdarlarını toplayacaq. Onlar hamısı ona səcdə edərək deyəcəklər: Ey Rəbbimiz və rəhbərimiz, Adəmi də cənnətdən sən çıxardın. O deyəcək: Bəs necə? Siz elə bilirdiniz ki, mən onları idarə edə bilməyəcəm və mənim heç bir çıxış yolum olmayacaq. İndi gördünüzmü mənim onlara nə etdiyimi? Onlar Allaha itaətdən və Peyğəmbərlərinin əmrindən boyun qaçırdılar. Allahın Quran-ı Kərimdə 34-cü surə 20-ci ayədə buyurduğu kimi oldu. İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa qalanları onun toruna düşdülər. Süleym İbn Qeys kitabı, hədis 4. Ətrafınıza baxın. İnsanların çoxunun Allahı unutduğu bir dünya görəcəksiniz. Dinlərin süqutu axır zamanın ən böyük əlamətidir və bu təsadüfi deyil, qurmadır. Hər dövrdə iblis bu ardıcılığa təkan verdi. Nəhayət, bugün öz pik həddinə çatdı. Rəsulullah əleyhissalam buyurub: Çox keçməyəcək ki, İslamın adından və Quranın yazısından başqa heç nə qalmayacaq. O günlərdə məscidləriniz bəzədiləcək, lakin qəlbləriniz və bədənləriniz hidayətdən uzaq olacaq. O dövrün alimləri göy qübbəsi altındakı ən şərli məxluqlar olacaq. Fitnə onlardan çıxacaq və özlərinə qayıdacaq. Bir nəfər ayağa qalxdı və dedi:
Bu niyə baş versin ki, ey möminlərin əmiri? O əleyhissalam buyurdu: elm ən şərlilərinizin əlində olduqda, əxlaqsızlıq hətta ən yaxşılarınızın arasında və rəhbərlik ən səfihlərinizin arasında yayıldıqda, o zaman qiyamət günü başlayacaq. Şəbul İman, hədis 1765. Bu, Ali Muhammedin qaiminin qiyam edəcəyi dövrdəki dünyanın halıdır. Məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar vəd edilmiş qurtarıcı olan Mehdinin axır zamanda zuhur edəcəyini bilirlər və müsəlmanların hansından soruşsan, böyük ehtimalla deyəcəklər ki, Mehdi gələndə onu izləyəcəklər. Lakin Əhl-i Beyt əleyhissalam bizi xəbərdar edib ki, bu o qədər də asan deyil. Çünki Ali Muhammedin qaimi insanların qərəzli gözləntilərindən dolayı onlar üçün bir imtihan olacaq. İmam Muhammed Baqir əleyhissalam qaimin qiyamı haqqında belə buyurdu: Sizlər qaim əleyhissalamın bir yöndən gələcəyinə ümid edəcəksiniz. Lakin o əleyhissalam başqa bir yöndən gələcək. Belə olduqda onu inkar etməyin. Əllamə Məclisi Biharul Ənvar kitabı, cild 52, səhifə 463. Bəlkə də cəmaət qeyri-adi bir insan gözləyir. Lakin bu aləmdə biz təbiət qanunlarına bağlıyıq və İmam Mehdi də digərləri kimi bir insandır. Onun ən böyük düşməninin də zahirən bizdən bir fərqi yoxdur. Şeytan hal-hazırda adi bir insan formasındadır. Bəlkə də belə bir şərin insan formasında olmasını heç vaxt təsəvvür etməmişdiniz. Amma tarixə bir daha nəzər yetirsəniz, görəcəksiniz ki, adi insanlar şər əməlləri elə özləri ediblər. Şeytan sadəcə doğru zamanda gəlib təklifini edib. Qurani Kərimdə belə buyurulub: İş bitdikdə şeytan deyəcək: həqiqətən də Allah sizə haqq vəd vermişdi. Mən də sizə vəd vermişdim. Lakin vədimə xilaf çıxdım. Mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. Mən sizi dəvət etdim. Siz də qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni şərik qoşmağınızı rədd etmişdim. Həqiqətən zalimlar üçün ağrılı, acılı bir əzab hazırlanmışdır. Qurani Kərim 14-cü surə 22-ci ayə.